Hamınızı salamlayıram. Bir daha bugün görüştüğümüz için gurur, sevinç hissi duyuram. Ve layihəmizin ikinci mərhələsi olarak bunların ikinci təlimdir. Əslində ikinci yox, hatta üçüncü mərhələdir. Biz bir dəfə yığışdıq, ilk görüşlər, o vaxtı bir neçə dəfə yığışdıq və təlimlərin vaxtını müəyyən etdik. Bugünkü təlimimizin mövzusu olacaq torpaq mülkünün qorunması ve iklim risklerinin idare edilmesi. Bu təlimə qoşulduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Və bizim belə bir siyahı var. Burada iştirakçı, telefon nömrəsi və imzalar var. Bunu zəhmət olursa doldurun, sonra biz işimizə davam edelim. Ad, soyad, telefon nömrəsi. Buradan? Bəli, oradan ad, soyad, karşısında telefon nömrəsi və iki yerde imzalır. Aslında o rütubətin artması, quralının yoxa çıxması demək deyil. Aslında o deməkdir ki, quralın baş verdikcə, temperatur artdıqca ümumiyyətlə iqlim dəyişir. Bu necə baş verir? Belə baş verir ki, yüksək temperaturlar səbəb olur buzlaqların dağların zirvəsində, şimal qütbündə, cənub qütbündə əriməsinə. Və nə qədər çox su varsa, su hövzələrində temperatur da yüksək olduğu üçün buxarlanma da orada çox olur. Buxarlanma çox olduğu üçün bulutlar əmələ gəlir. Bulut da çox olanda suların toqquşması nəticəsində yağışlar gəlir. Yəni, qlobal ölkəmizdə də, bu regionumuzda, bu kəndimizdə də fəsadları nədir? İqlim dəyişməsi torpağın münbitliyinin aşağı düşməsinə səbəb olur. Birbaşa və dolayısıyla. Birbaşa necədir? Məsələn, su gəldi ora, həddən çox yağışlar yağdı. Xüsusən bizim region torpaqları elədir ki, bunlar güllicəli torpaqlardır. Öz geozisinə əmələ gəlməsi olur. Güllicəli torpaqlarda bilirsiniz, su keçirmə qabiliyyəti az olur. Bir gün yağış yağandan sonra bir həftə vaxt lazımdır ki, o su süzülsün, geçsin. Güllicəli torpaqda bu proses uzun çəkir. Və elə olanda da torpaqda havanın və havanın tərkibindəki oksigenin miqdarı az olduğu üçün bitkilərin kökünün çürüməsinə, yəni başqa sözlə boğulmasına səbəb olur. Dolayısıyla yolla nədir? Quraqlıq olanda küləklər də olur, təbii ki, o kiçik zərrəcikləri, torpaq zərrəciklərin ən kiçik fraksiyaları ona toz deyirlər də. Tozu külək aparır deyənə yavaş-yavaş başlayır orada torpağın eroziyası. Bir de o bayağı dediğim halda bizde bu regionda qurut suların səviyyəsi yüksək olduğu için su ne kadar aşağı gec gedirsə, hava yox, su gec gedir. Torpağın üst katı elə hesab edin ki, alt katına hava keçməyə qoymur. Elə olanda da osmos təzyiqinin təsiri altında duz hissəcikləri, kristalları ilişib qalan torpağın üst katında, hatta su özü gedəndən sonra da onlar qalır. Bu da gətirib bizə çıxardır nəyə? Şoranlaşmağa. O da torpağın eroziya kimi, torpağın degradasiyasının, yəni münbitliyinin aşağı düşməsinin bir formasıdır. Deməli, iqlim dəyişməsi təsir edir torpağın münbitliyinə. Torpağımızın münbitliyi azaldıqca bitki stresə uğrayır, bitkinin məhsuldarlığı azalır. Sonda nə olur? Fermerin gəliri aşağı düşür. Misal üçün, gözləyirdir 40 sentler arpa, alır 30 sent. Geçen yıl belə olmamıştı, yəni bu yıl oldu. Bu yıl olduğuna göre, mesela taxılların, arpa, buğdanın, onların fenoloji fazası bozuldu. Onlar sümbülə əmələ gələndən sonra içərisində mayalanma baş verilərdi. O mayalanmanın da 2-3 gün müddəti var. Həmin anda normal şərait olmadısa, yağış oldusa və yaxud da temperatur ya kəskin aşağı düşdü və yaxud da qalxdısa, həmin anda mayalanma baş verir. Hətta sümbüllər varsa da onların içi boş olur. Baxırsan ki, sümbülün aşağı hissəsində var, yuxarıda yoxdur. Quraqlıq baş verdikcə
klimat dəyişmək deməkdir o. Temperatur 2 dərəcə artıbsa klimat dəyişir deməkdir. Elə olduqda bizim region üçün spesifik olmayan zərərverici və xəstəliklər də əmələ gəlməyə başlayır. Məsələn, vaxtilə İrandan yuxarı keçmədi. Mən də onların adını çəkəcəm sizin üçün. Meşədən, Yurdunluqdan, hansı cır devən gətirmişəm. Yoluna Calağüstü deyiləm. Bəli, Calağaltı qovulub. Calağüstü istədiyin sportu qoymuşsan, təbii ki, o birisinin dözümlü olacaq. Mən qapıda yerləmişəm ağaclar. Aşağı. Qapı ki, gavalları yoxdur, gavallar, cır gavalları. Gətirib o alçadı, onunla əriydi, kəftəlidir, hamısından vurmuşam, elə tuturlamış, onu qoydu. Bir də burada... Buranda özünə vurayım, nəysə cır kökün özünə vurayım, bu yaxşı. Amma onlarda oradan gələn, bu bizim böyük şirkətlərdə, meyvəçi şirkətlərində ərik adı ilə əkilən əriklər var. O çıxır, baxırsan ki, birincisi aralanmır, ikinci də lət hissəsi də tumdan ayrılanmır. Ona görə ki, alçanın üstündə vurulur. O müəllim deyən kimi. Alçanın üstündə siliks olunur. Bizim yerli əriklər var. Ərbi şəftali yeriylər. Şəftali var, ərik kimi açılır, dəri dədir. Ta şəftalidir. Bəli. Ona görə... Peki nəticə olur? Hə, o meyvənin öz üstündə. Hə. O şeylərə diqqət eləsəz, yaxşı nəticələr olacaq. Yəni ki, görürəm ki, maraqlısınız. Orada davam edin. Sadəcə olaraq, birisi necə, paylaşma, bölüşmək lazımdır. Mən hansısa sahibət sizinlə paylaşmalıyım. Siz mənlə paylaşmalısınız. Onda biz daha tez qabala gedəcəyik. Və ona görə də bu günləri bu məlumatları sizinlə paylaşıram ki... Ağac məsələsinə məsələn, Türkiyədə görsən bu şey var, qoz ağacları var. Biz burada kürük açı 7-lər, 8-lər, bizə aranlara tez gətirir o. Dağdan atır. Yayını saatlər var, 2'yə gəldi. İndi bu görsən Türkiyədən gətirirlər, ölkən kimi şey, məhsul. 2'yə gəldi. Ailə bir şey. Oradan gəldi Türkiyəyə. Amma sonra Türkiyənin özündə Amerikadan daha yaxşı nəticələr göstərir. O layihədə məqsədimiz nədir? Onlar tendi verirlər. Biz onlara məhsulu, əvvəldən o şərti qoymuşam, elə də gedir. Məhsulu da hamısı götürülür. O Müqavilə bağlamış. Müqavilə bağlamış. Tingi Ting verirsən, gətirirlər, sizə yoxsa? gətirirlər. Hayır, ondan bizə ting Yox, orada alma yox, buraya görə ayrı bir şey. Hə. İndi belə deyək də, ideyalar yaradır yavaş-yavaş. Sonra bu Zəngəzura, Qarabağa, ora aid. Zəngəzur ayrışıdır, gözəl torpaq. Hə, orada Qaragilə, Mavigilə, o Fransanın sortlarının. Orada torpaq xətti çoxdur. Hə, sözümün canı nədir? Sözümün canı odur ki, yəni o layihəni o cür başlamışım, bunlar da artıq heç bir şey poza bilmirlər də. Azərbaycandan ancaq ora logistika daşıma xərci 20 euro. Üstəgəl bunun burada xərci var. Elədir. Üstəgəl şərtimiz odur ki, teyini verməkdən başqa, onlar bizə proqramını da verirlər. Qulluq proqramı. Preparatlar da onlardan gəlməlidir, gübrələr də gəlməlidir. Və o məhsulla o əvəz olunmalıdır. Mən burası başqa istəyirəm. Bilirsiniz, sanayi üsulu ilə 70 cərgə arası 5 metr, bitki arası 70 santimetr. Ting bastırılan ili də məhsul verir. 5 ildən sonra təzədən dəyişilməlidir, ən yaxşı halda. O məhsul burada çıxdı, gələnir. Aydın oldu ki, bunlar gəldilər, onların mütəxəssisləri, ekspertləri. Biz bir yerə görüşəndə bunlar gördülər ki, almanın dadı yaxşı mənada bunlar şoka düşdülər ki, Siz sadəcə o, Bu yaxşı. siz sadəcə hansı rayonda? Musarda olaraq. Qubada qırmızı torpaq, dəmir çoxdur. Bəli, yəni torpaqdan asılıdır. Torpaqdan. O da üstəgəl iqlimdən asılıdır. Lənkəran torpağı sarıdır, turşu çox. Bəli, turşulu. O da pH 3'dür. Meyvələrin hamısına var. pH 3'dür. Torpağın turşuludur. İndi orada belə bir dənə paradoks yarandı. Paradoks ondan ibarətdir ki, bunlar dedilər ki, bu sort nə bu aromata, nə bu dadı Fransada biz buna ala bilmirik. Ola mülayimdir, sən subtropiksən.
Yok şeyde bu sağdaşları. Yok biz subtrop değil, biz silicotak. Ha. Yani ki Su deliğinde yok, suyumuz olur. sonra biz bunu araştırmaya başladık. Ben dedim ki gelin eğer bu mübahisə yaradırsa ağaclar yerindədir. Biyokimyəvi analiz. Torpaq əvvəllər substansiya rolunu oynayırdı. Yəni bitkinin əkilməsi üçün, toxumun düzəlməsi üçün vacib şərait idi. Amma torpağa indi o qədər müdaxilə eləmək olur ki, torpaq sadəcə olaraq ərazi məsələsi kimi qalır. Və biz qalmışdıq, zərərverici xəstəliklər artır. Məsələn, hansılar artır? Pambıqda sofkanın, hörümçək gələsinin miqdarı daha da çoxalır. Bütün sahada çoğalır. Hə, bütün sahə. Amma bizim kəndləri təmizləmirlər ki. Quraqlıq nəticəsində nə baş verir? Bitkilər zəifləyir, zərərvericilərə qarşı müqaviməti azalır. İmmunitet düşür aşağı. Mövsümlər dəyişir. Yeni növlər miqrasiya edirlər. O bayaq dediyim Cənub ölkələrindən, hətta Afrikadan vaxtilə ancaq orada olmuş ziyanverici xəstələr artıq bizdə var. Çoxudur. Benim olan Ritimlik pozuldu təbiət. Ki, Bizə kəndisi yoxdur. Səhər yuxudan durandan sonra nə eləməlisən? Zavtrak edib, bir stəkan çay içib, yola getməlisən, işə getməlisən. Günorta da yemək vaxtı var, axşam da var. Evet. Amma biz, məsələn, malqarıya necə yanaşırıq və yaxud da bitkiyə? Əşi, su buyun yoxdur, olanda verəcəm. Sabahda alınmadı. Birisi gündə Kərbəlan oğlunun toyudur. Hə? O birisi gündə Fatma Nisa xalanın qırxıdır, Allah rəhmət eləsin. Gəldi, bir həftə keçdi, bitki hələ su içmir. Və ona biz bir dəfə suyu veririk səhər, bir dəfə akşam, bir dəfə gecə, bir dəfə görürük ki, kanalda vəbşə su olmayacaq, elə günorta da veririk. Yaxşı, axı bu da canlıdır. Bu da qrafiklə, vaxtında suyun istəyir, Rejim olur. qidasını istəyir. Müzakirə edib bunu, məlumat verdi birimizə ki, quraqlıq, sonra temperaturun qalxması torpaqda nələrə səbəb olur və bitkiyə necə təsir edir. İndi bundan necə qorunmaq olur? Əsas bizə maraqlı olan odur. Məsələn, metodlar var, mulçalama deyilir. Bitki qalıqlarının torpağın səthinin üstündə qalması. Bu nə edir? Nəmliyi qoruyur, alaqotları azalır. Alaqotlar niyə azalır? Bilirik. Çünki orada köhnə bitkinin temperaturun tənzimləyir. Çünki üst qatında o bir bitki örtüyüdür. Belə deyil, indi biçilmiş arpanın qalıqları. Muz qat yaradır. Yəni, mulç qat yaradır, mulç qat. Meyvə dolu, Evet. tahılda dolu. Sonra onlar yavaş-yavaş çürüntüyə çevrildikcə torpağın münbiqliyi artır. Orada faydalı mikroorqanizmlərin də fəaliyyəti artır. Eroziya təbii ki azalır. Evet. Çünki külək o bayaq dediyi xırda hissəcikləri götürüb aparır. Burada o vəziyyət olmur. Çünki bitkilər var. Eroziya azalır və bunların hamısına, yəni mulça necə yaratmaq olar? 5-7 sm minimum bitki qalığı qalmalıdır torpağın üst qatında. Başqa nə eləmək olar? Yaşıl gübrə, sideratlar deyirlər. Bunu bizdə az tətbiq edirlər. Çünki hətta yəni belə deyək, kiçik fermerlər belə hansısa bir toxum səfərində oradan məhsul göstərir. Amma yaxşı olar ki, biz ora vegetasiya müddəti qısa olan bir bitki əkək. Məsələn, darı sorulur. Darı 60 günə başa gəlir. Evet. Bir dəfə səpildi, səpiləndən sonra biçildi, o bəlim deyirlərdi ona, küləşinə. O qalır, o götürülür, toxumu da götürülür. Amma onu istərsiniz, nə qədər səliqəni səpsələr də, içine aparılsa da Yerinde kalır. domino Yarısı effekti yere düşür. yerde mütlak kalır. Minimum yarısı yere düşür. Ben de olub praktikamda baxmışam ki, ben buradan 4 sentner darıb sildim. Kampanyalarda
ən belə ciddi tələblərlə ki, yox, elə eləməlisən ki, bu yerə tökülməsin. Sonra baxmışam ki, yerə tökülür. Amma onda da bunun yolu var. Biçdin götürdün, yerə tökülənlər təzədən suları, təzədən bunu göstərir ki, darının və sorğunun gen vahidi olaraq gücü qələbəkindən kalorisi artırır. Əslində sizin qrupla danışmaq asandır. Müəllimin replikaları, kommentləri var. Hiss olunur ki, burada savadlı... Müəllim öz təsərrüfatçı oldu da, məktəb direktoruna baxmayaraq, çöylü oldu. Əslində yaxşı praktikatda, yəni gələcəkdə... Müəllim uşağı da, icmaya da, xeyrə də... Oyunların da adam çox bilmiş olurmuş. Nə bütün sahəni bilirəm. Onun üçün də bizim əlimizin altında heç olmasa 8-10 bitki olmalıdır. Ümumiyyətlə. Növbələ kimi. Əkin dövrəsində, bəli. Amma bizdə nə var? Arpa, buğda, pambıq, uzaqbaşı, Bostan qarğaları, darı, Yonca. yox. Qarğaları istifadə etmiyoruz. Düzdür mü? İnarpanın yerine koyular Qarğalarını söz baxdım. İndi arpanın yerinə əkilən qarı, sentiyabr. Nədə bu çıxmalı? Şeydə, Qarğıdalda çox vacib bir göstərici var. FAO üstündə yazılır. FAO göstəricisi. Qarğıdalda o onun nəyin bildirir? Vegetasiya müddətini bildirir. Məsələn, FAO 600, 110 gün. FAO 500, 95 gün. Bu yetişmə dövründə O təmin. yetişmə dövründə. Elə bir toxum alın ki, FAO-su bacardıcan aşağı olsun. FAO 700, 750 ən yüksək. Vay bu xəməllər sizdən nə? 35 manata verirlər 100 qramı. 1 kilo, olsa 1 kilo olsa 1 kilo 35 manata. O deyil. Dünən soruşmuşam. Ancaq məsələn Zaqatala toxumu var. O deyil. Zaqatalada 50 qəpik idi, orada toxumçular da asıl. O deyil. sortu var 70. Zaqatalada yerli sortları var. Amma o 100 qramı neçə manat olan var. O başqa şeydir. O 60 günlük şirin qarğıdalıdır. Sütün üçün. Asıl sütün. O başqadır. Bir də var bənlik və siloslu qarğıdalı sortları. Yəni istəyir, mən sonra qrup ataram, paylaşarsınız. Şirkətlərin adını deyərəm, alarsınız. Onlar Bir neçə? hektarın norması 22-25 kilo olur. elə də olur, amma adətən, məsələn, indi İspaniyalıları var, fermer var, 18 ton almışdır. O İspan sortundan. Lobiya da əkilir. Ha, Eqadan. əkin. O neçə manata verir kilo ona? O gəlir 195 manat. Gətirmiş. Bir kisəsi 195 manat. Elə biz verə Şədarıza düşürük. girmiş. Yolca, buğda, yolca. 14-16 keçir. Çünki hər sortun özünün 1000 dənə kütləsi ilə bir xarakteristika var da. Bunlarda o qədər yüksək deyil. Dərmanlanmış toxumda garantilidir. 12 santimetri keçdisə, 12-15-dən sonra artıq risklidir. Artıq Niyə? Görünməyəcək. Torpağın şorallaşmasına, yəni duzların dəyə qədər qalxırlar. Qarğıdalının da o əmici köklər var. Əmici köklərə o təsir edir. Şorandan da şorana fərq var ha. Qara şoran çoxaltmasın. Qara şoran təbii ki. Yox, qarış olur. Şu bir mən xaricdə idim, onda da işləydim. Gəldim ki, alınmıyor. Məktəbdə. Ora-bura fırlandım, yəni təxmin edim ki, bu nədən ola bilər. Sonra danışırıq. Birisi idi, biz onu... Birazdan sən girəsən danışırıq. Kollektor buraxandan sonra qayıdan orada çox effektiv əmələ gəldi. Məlumat verdim. Ben yerə su girsə, 15 dəqiqədən sonra 1 metrə gəldim. Dənəvər torpaqdır. Suyu vurur, 15 dəqiqədən sonra uçulması olur. Tam olub da arpa. O yaxşıdır. Amma O yaxşıdır. burada su gelirsə, get oraya gel batasan. Onda o Dənəvər. gülücəli deyil də qumsal kökü. Genizisi də əcdadı deyil, qumsallı. Arazili olur. Orada qarıdalı açmıyorlar. Amma su məsrəfin onda çox olacaq. Başı qarqaları yetişdirib torpaq. Ama su. Yenə su. Hər şey başına su. Bu suyumuz var. Deyərik ki, yox, bunun buna nə təsiri var, məhsuldarlığa, bitkiyə. Meşə zolaqlarının çox böyük əhəmiyyəti var. Birincisi, zərərverici və xəstəliklərin qarşısını alır, digər sahələrdən keçməsini. İkinci, küləyin qarşısını alır. Üçüncü,
meşə zolağı varsa, Eroziyanı da var. eroziyanın qarşısını alır. Meşə zolağı varsa, hətta sahə 10 hektar, 15 hektar, 20 hektar olsa belə, ətrafında meşə zolağı varsa, o sahədə həmişə nisbi rütubət daha yüksək olacaq. Nəmliyi qoruyub saxlayır. Elədir. Bilirsiniz də, Təxtəvər başı. suyun buxarlanması üçün sahələrin yanında belə kiçik hovuzlar qura bilərsiniz. O nə? Artıq ona icazə verilib. Yağışdan, sonra kanaldan su gələn vaxtı ora su toplaya bilərsiniz. Sonra ondan ehtiyata. Bir neçə dəfə ondan istifadə eləmək olar. Yəni, Yox, mənimizdə qalan da o, 2 gündən sonra yox olur. yox, onun altına, membran Qulorka yəni. ambar. Ambar kimi. Aslında bir şey lazım. Təşəkkür edirəm. Çox sağ olun. Təlimdə, tədbirdə, fəal iştirakınıza görə də təşəkkür edirəm. Sağ olun. Ümid edirəm ki, biz gələcəkdə hansısa ideyalar olsa, yəni bizim qrupumuz layihə bitsə də, qrupumuz qrup kimi fəaliyyətini davam etdirəcək. Ona görə ki, bir-birimizə fermer kimi, mən də bir agronom kimi deyiləsi, paylaşası sözlərimiz çoxdur.